Salam dostlar, bugün mən sizlərə ingilis dilinin ən incə mövzularından adjektiv və adverb haqqında çaşdırıcı məqamları izah edəcək ipucularını verirəm. Birinci gəlin baxaq justla justly arasında fərqə. Just sərf kimi yenicə, indicə mənasında çox vaxt present perfect zaman forması ilə işlənir. Example, I have just arrived. Lakin eyni zamanda sadəcə, yalnız mənasında da işlənə bilir. Example, it is just a game. Sifət kimi işlənərsə ədalətli deməkdir. A just decision. Bəs justly nədir? Justly zərfdir, ədalətlə, haqlı olaraq mənasını verir. Example, he was justly punished. O haqlı olaraq cəzalandırıldı. Xülasə, just, justly. Just zaman zərfidir, justly isə ədalətlə tərz hərəkət zərfidir. Gəlin most'a baxaq. Most sözünün işlənmə məqamları. A most quruluşu varmı? Bəli, var. Mostdan sonra isim gəlir. Burada most zərf deyil, təyinicidir. Determine yaxud da ki, quantify-dən siz artıq bunu bilirsiniz. Most people agree. Əksər insanlar razılaşırlar. Göründüyü kimi mostdan sonra isim gəlir. Buna görə qarşısında the article işləmir. Çünki əksər kimi tərcümə olunur. The most sifətlə işləndikdə üstünlük dərəcəsini bildirir. The most beautiful city. A most üstəgələk sifət, üstəgələk tək isim. Buradakı a most üstünlük dərəcəsi deyil, very son dərəcə mənasını verir. A most unusual person, a very unusual person deməkdir. Xülasə, a most veryyə bərabərdir.